və keyfiyyət fərqi ilə bağlı olan məlumatdır. Yəni, həm kəmiyyət fərqi, bu günlər mən sizə kəmiyyət fərqini izah edəcəm, kəmiyyət fərqi ilə yanaşı həm də keyfiyyət fərqini izah edəcəm. Ümumiyyətlə, biz bilirik ki, hər bir sözün yazılışı olur, bir də deyilişi olur, düzdür? Məsələn, belə deyim, çörək yazıram, çörək sözün yazılışıdır. Çörək sözünün deyilişi isə belədir. Sözün deyilişi hər zaman böyük mötərizə içərisində göstərilir. Baxın, böyük mötərizə budur. Bu böyük mötərizədir. Riyaziyyatda buna transkripsiya deyirlər. Azərbaycan dilində böyük mötərizə deyirlər. Sözlərin deyilişi hər zaman uşaqlar böyük mötərizə içərisində göstərilir. Məsələn, çörək sözünün düzgün deyilişin böyük mötərizə içərisində yazıram. Çörək. Çörək. Bu formada. Yaxud da kitab sözünün düzgün deyilişini yazıram. Kitab. Bu formada. Yəni, hər bir sözün düzgün deyilişi, yadda saxlamaq lazımdır. Sözün düzgün deyilişi böyük mötərizə içərisində yazılır, uşaqlar. Bax, yadda saxlamaq lazımdır ki, sözlərin yazılışı ilə tələffüzü arasında o zaman fərq olur ki, sözün yenə deyirəm, yazılışı ilə tələffüzü arasında o zaman fərq olur ki, həmin sözün yazılışı ilə deyilişi arasında ya kəmiyyət fərqi olsun, ya da keyfiyyət fərqi olsun. Onda sözlərin yazılışı ilə deyilişi arasında fərq olar. Yenə də deyirəm, sözün yazılışı ilə deyilişi arasında o zaman fərq olur ki, ya həmin sözün yazılışı ilə deyilişi arasında ya kəmiyyət fərqi olsun, ya da keyfiyyət fərqi olsun. İndi bunlarda kəmiyyət fərqi nədir, keyfiyyət fərqi nədir? Bu anlayışı başa düşək. Baxın, kəmiyyət anlayışını əvvəlcə başa düşək. Kəmiyyət bir şeyin azlığı, bir də çoxluğudur da, düzdür? Azlığı, çoxluğudur. Yəni, bir şeyin kəmiyyəti deyəndə onun azlığın, çoxluğunu nəzərdə tuturuq biz. Yəni, əgər sözün yazılışı ilə deyilişi arasında gördünüz ki, say fərqi varsa, say fərqi. Deməli, orada kəmiyyət fərqi var. Nə deməkdir bu? Məsələn, yazıram ki, marif. Marif sözünün yazılışı, düzdür? Bunun deyilişi olur marif. Baxın. Sözün yazılışında neçə hərf var? 1, 2, 3, 4, 5, 6 hərf var. Deyilişində neçə səs var? 1, 2, 3, 4, 5 səs var. Baxın. Deyilişdə hər zaman səs deyirik bunlara. M, A, R, İ, F. Məsələn, bunları deyilişdə səs deyirik. Amma yazılışda isə M, A, R, bunlara hərf deyirik. Yadda saxlamaq lazımdır. İndi sözün yazılışında 6 hərf. Deyilişində 5 səs var da, düzdür? Yəni, sözün yazılışı ilə deyilişi arasında say fərqi var. Deməli, əgər sözün yazılışı ilə deyilişi arasında say fərqi varsa, deməli, sözün yazılışı ilə deyilişi arasında kəmiyyət fərqi var deməkdir. Kəmiyyət fərqi. Bu bir. Bəs, bundan əlavə, kəmiyyət fərqi ilə bağlı başqa bir nümunə deyim. Məsələn, deyirəm ki, zəif. Düzdür? Yazılış. Tələffüzünü necə deyirəm? Zəif. Baxın, sözün yazılışında neçə hərf var? 1, 2, 3, 4. 4 hərf var. Bəs neçə səs var? 1, 2, 3, 4, 5 dənə də səs var. Baxın, 4 hərf, 5 səs var. Yəni, say fərqi var da sözün yazılışına deyilişi arasında. 4 hərf var, 5 səs var. Yəni, sözün yazılışı ilə deyilişi arasında say fərqi varsa, deməli, həmin sözün yazılışı ilə deyilişi arasında kəmiyyət fərqi var deməkdir. Bəs yaxşı, kəmiyyət fərqi bildik ki, sözün yazılışı ilə deyilişi arasında say fərqinin olması deməkdir. Yəni, sözün yazılışı ilə deyilişi arasında say fərqi varsa, deməli, həmin sözün yazılışı ilə deyilişi arasında kəmiyyət fərqi var deməkdir. Bəs yaxşı, onda keyfiyyət fərqi nədir? Keyfiyyət fərqi nədir? Yəni, sözün yazılışı ilə deyilişi arasında kəmiyyət fərqini dedik. Keyfiyyət nədir? Keyfiyyət bilirsiz nədir? Sözün yazılışı ilə deyilişi arasında əgər hərf dəyişirsə, sözün yazılışı ilə deyilişi arasında əgər hərf dəyişir, səs dəyişirsə daha doğrusu. Baxın, sözün deyilişində səs dəyişirsə, deməli orada keyfiyyət fərqi var. Keyfiyyət nədir? Bir şeyin içəriyi də, yəni daxili, düzdür? Baxın, məsələn, çörək sözündə çörək yazırıq.
çörək deyirik. Baxın. Görək burada çörək sözünün yazılışına deyiliş arasında kəmiyyət fərqi var. Kəmiyyət fərqi nə idi? Say fərqi. 2, 4, 5 dənə hərf var. Neçə səs var? 2, 4, 5 də səs var. 5 hərf, 5 səs varsa, deməli, çörək sözünün yazılışına deyiliş arasında kəmiyyət fərqi yoxdur. Yəni say fərqi yoxdur da, 5 hərf var, 5 səs var. Amma burada çörək sözünün yazılışına deyiliş arasında keyfiyyət fərqi var. Niyə? Çünki ç yazılıb, ç deyilib. Burada keyfiyyət fərqi yoxdur. Ö yazılıb, ö deyilib. R yazılıb, r deyilib. Ə yazılıb, ə deyilib. Bunlarda keyfiyyət fərqi yoxdur. Amma ç yazılıb, yığ deyilib. Yəni xüsusiləşdirıq deyilib. Yəni burada ç hərfi yığ səsinə çevrildi. Yəni səs dəyişməsi baş verdi sözün tələffüzündə. Əgər sözün tələffüzündə səs dəyişməsi baş verirsə, burada artıq keyfiyyət fərqi var deməkdir. Deməli, çörək sözünün yazılışına deyiliş arasında keyfiyyət fərqi var. Çünki ç İ-ha çevrildi. Yəni, deməli, kəmiyyət fərqi səs dəyişməsi hesabına baş verdi. Dəyişməsi. Yaxud da, baxın, kitab sözündə. Kitab sözündə B hərfi P səsinə çevrildi də, düzdür? Yəni, səs dəyişdi. B hərfi P səsinə çevrildi. Yəni, sözün yazılışına deyiliş arasında səs dəyişməsi baş verdi. Deməli, burada keyfiyyət fərqi var deməkdir. Bu formada biz, yəni kəmiyyət keyfiyyət fərqi anlayışını bilirik. Yaxud da baxın, deməli kəmiyyət fərqi deyəndə sözün yazılışına tələffüzü arasında say fərqi nəzərdə tutulur. Yəni sözün yazılışına deyilişi arasında say fərqi varsa, deməli orada kəmiyyət fərqi var. Amma keyfiyyət fərqi deyəndə sözün yazılışına tələffüzü arasında səs dəyişməsi nəzərdə tutulur. Məsələn, bir nümunə yazıram. Yazıram ki, məsələn, maaş sözün, düzdür? Maaş sözün. Baxın, maaş sözünün, maaş yazdım, A-nın biri düşdü, bir uzun tələffüz olundu, maaş. Baxın, maaş sözündə görək kəmiyyət fərqi var, yoxsa keyfiyyət fərqi var. 2, 4 hərfdir, 1, 2, 3 də səsdir. 4 hərf var, 3 səs var. Yəni, say fərqi yarandı da artıq. 4 hərf buradadır, 3 səs buradadır. Yəni, sözün yazılışına deyiliş arasında say fərqi yarandı. Deməli, say fərqi yaranırsa, deməli, kəmiyyət fərqi var deməkdir. İndi bir dənə keyfiyyət fərqinə aid başqa bir nümunə deyim. Deyirəm, məsələn, bulud. Bulud. Necə tələffüz edirəm? Bulud. D, t-yə çevrildi. Çevrildi. Artıq səs dəyişdi də, D hərfi t səsinə çevrildi. Sözün yazılışına deyiliş arasında səs dəyişməsi baş verdi. Deməli, burada da keyfiyyət fərqi var. Qısa konkret, yəni bu formada rahatlıqdan tapmaq olur. Gördünüz ki, sözün yazılışına tələffüzü arasında səs dəyişməsi baş verir. Deməli, deyəcəksiniz keyfiyyət fərqi var. Səs artımı, səs düşmə hadisəsi baş verir. Yəni, say fərqi yaranırsa, onda deyəcəksiniz kəmiyyət fərqi var. Bir sözün tərkibində, uşaqlar, həm belə deyim, kəmiyyət fərqi, həm də keyfiyyət fərqinin ikisi də ola bilər. Bəli, bir sözün tərkibində həm kəmiyyət fərqi ola bilər, həm keyfiyyət fərqi ola bilər. Məsələn, deyirəm ki, sehirli, sehirli, sehirli. Bizə dəqiqə onu silim. Sehirli. Baxın, yazıram. Necə tələffüz edirəm? Sehirli. Düzdür? Görəm, bu sehirli sözün yazılışına deyilişi arasında kəmiyyət fərqi var. Kəmiyyət fərqi nə idi? Say fərqi idi də, düzdür? Say fərqi. Görəm, neçə hərf var? 1, 2, 3, 4, 5, 6 hərf var. Neçə səs var? 1, 2, 3, 4, 5, 6, 7 səs var. 6 hərf var, 7 səs var. Deməli, 6 hərf, 7 səs. Say fərqi yarandı da, yarandı. Deməli, bu sehirli sözün yazılışına deyilişi arasında kəmiyyət fərqi var. Kəmiyyət var. İndi yaxşı, görək sehirli sözün yazılışına deyilişi arasında keyfiyyət fərqi var. Keyfiyyət fərqi nə idi? Səs dəyişməsi də, düzdür? Səs dəyişməsi. Baxın, S yazıldı, S deyildi. E yazıldı, E deyildi. H yazıldı, H deyildi. R yazıldı, R deyildi. Amma L yazıldı, R deyildi. Baxın, L nəyə çevrildi? R-ya. Sehirli, sehirli. L, R-ya çevrildi də, düzdür? Yəni, səs dəyişdi. Deməli, səs dəyişsə, deməli, həm də keyfiyyət fərqi var deməkdir.
Deməli, sehrli sözündə yazıçının tələffüz arasında həm kəmiyyət fərqi var, həm də keyfiyyət fərqi var. Deməli, bir sözün tərkibində həm kəmiyyət, həm keyfiyyət fərqinin ikisi də ola bilər. Eyni zamanda bir sözün tərkibində əgər sözün yazışı ilə deyilişi fərqlənmirsə, deməli, onların arasında kəmiyyət və keyfiyyət fərqinin heç birisi olmayıb. Məsələn, sual yazıram, necə tələffüz edirəm? Elə sualda tələffüz edirəm, düzdür? Sual yazılıb, sual deyilib. Yəni, necə yazılıbsa, elə də deyilib. Deməli, necə yazılsa, sözün yazılışı ilə deyilişi arasında heç bir fərq yoxdursa, deməli, həmin sözün yazılışı ilə deyilişi arasında kəmiyyət, keyfiyyət fərqinin heç birisi yoxdur. Bu da bu formada. İndi deməli, dilimizdə, Azərbaycan dilində bilmək lazımdır ki, Azərbaycan dilində adətən vurğu sözün son hecasına düşür. Vurğusu sözün son hecasına düşür. Yəni, vurğu ilə bizim dilimizdə, Azərbaycan dilində vurğu ilə uzun saitli heca üstə düşmür. Deməli, Azərbaycan dilində vurğu ilə uzun saitli heca üst-üstə düşmür. Bu nə deməkdir? Yəni, o deməkdir ki, məsələn, alim sözünü götürürəm də, düzdür? Alim sözündə. Nəyi uzadıram? Alim. A-nı uzadıram. A-dan sonra qoşan nöqtə. Hansı saitimizi uzadıramsa, həmin saitdən sonra qoşan nöqtə işarəsi mütləq qoyulmalıdır. Alim sözünü götürürəm. Alim. Düzdür? Baxın, alim sözündə A-nı uzadıram. Əgər sözün tərkibində A saiti uzun tələffüz olunubsa artıq, ümumiyyətlə sait uzun tələffüz olunubsa, vurğu həmin uzun tələffüz olunan saitin üzərinə düşə bilməz. Əgər mən alim sözündə A-nı uzatmışamsa, deməli, vurğu i-nin üzərindədir. Daha A-nın üzərində ola bilməz. Yəni, Azərbaycan dilində vurğu ilə uzun saitli heca üst-üstə düşmür. Məsələn, alim sözündə A-nı uzadıram, yəni A uzun tələffüz, uzun saitli hecadır. Vurğu isə i-nin üzərinə düşüb. Yaxud da, elan sözündə mən e-ni uzadıram, elan. Vurğu isə A-nın üzərindədir. Sonra, məsələn, deyirəm, mömin sözü. Düzdür? Mömin sözü. Mömin sözündə mən ö-nü uzadıram, mömin. Vurğu isə i-nin üzərindədir. Yaxud da deyirəm, mötərizə sözü. Mötərizə sözündə ö-nü uzadıram, mötərizə sözündə ö-nü uzadıram, mötərizə. Vurğu isə ən üzərindədir. Baxın, mötərizə, ö-nü uzadıram, vurğu isə ən üzərindədir. Belə. Yəni, qısa konkret, Azərbaycan dilində vurğulu heca ilə uzun saitli heca üst-üstə düşmür. Məsələn, deyirəm, alim sözündə uzun saitli heca A-dır, vurğu isə i-nin üzərinə düşüb. Elan sözündə uzun sait E-dir, vurğu isə A-nın üzərinə düşüb. Mömin sözündə uzun sait Ö-dür, vurğu isə i-nin üzərinə düşüb. Mötərizə sözündə uzun sait Ö-dür, vurğu isə ən üzərinə düşüb. Yəni, vurğu ilə uzun saitli heca üst-üstə düşmür Azərbaycan dilində. Amma buna baxmayaraq, bəzi, təbii ki, istisnalarımız var. Belə deyək yazımda, Azərbaycan dilində vurğusu ilə uzun saiti üst-üstə düşən, Azərbaycan dilində vurğusu ilə uzun saiti üst-üstə düşən istisna sözlərimiz. Yəni, həmin bu sözlərdə vurğu ilə uzun sait üstə düşəcək. İstisna sözlərimiz bunlardır. Azərbaycan dilində vurğusu bunlardır.
vurğusu ilə uzun saiti üst-üstə düşən istisna sözlərimiz bunlardır. Həmin sözləri deyirəm. Yəni bu həmin sadələ indi deyəcəyim bu sözlərdə vurğu ilə uzun sait üst-üstə düşür. Bəzi, sonra həmin sözlər deyək. Bəzən, lakin, daim, daima, yəni, bəli, sonra. Bəzi, bəzən, lakin, daim, daima, yəni, bəli, sonra. Bu sözlərdə vurğu ilə uzun sait üst-üstə düşür. Yəni necə? Məsələn, bəzi sözündə əni biz uzadırıq da, düzdür? Bəzi. Bəzi sözündə əni uzadırıq. Həm də ənin üzərinə vurğu düşür. Deməli, həm uzun sait ədir, həm də üzərinə vurğu düşür ənin. Deməli, vurğu ilə uzun sait üst-üstə düşür. Lakin sözündə biz A-nı uzadırıq. A saiti uzun tələffüz olunur. Həm də ki, vurğu ilə A-nın üzərinə düşür. Baxın belə. Yəni, bu sözlərimizdə bəzi, bəzən, lakin, daim, daima, yəni, bəli, sonra bu sözlərdə vurğu ilə uzun sait üst-üstə düşür. Eyni hecanın üzərinə düşür. Bəzən sözü həm vurğusuna görə mənası dəyişən sözdür. Bəzən sözü. Həm vurğusuna görə mənası dəyişən sözdür, həm də uzun tələffüz olunub olunmamağına görə mənası dəyişən sözdür. İndi onunla da bağlı birazdan məlumat verəcəm. Deməli, bu dediklərimi qeyd edin, çünki testlərdə qarşımıza çıxacaq, çox çıxacaq qarşımıza. Belə bir Azərbaycan dilində bunu da bitirim, ondan sonra suallar əgər olsa verərsiniz. Azərbaycan dilində deməli uzun tələffüz olunub olunmamağına görə uzun tələffüz olunub olunmamağına görə Azərbaycan dilində uzun tələffüz olunub olunmamağına görə mənası dəyişən sözlər. Bu nə deməkdir? Yəni 4 dənə sözümüz var ki, nərə, dava, əyan və bəzən söz. Bu 4 söz vurğusuna görə mənası dəyişmir bunların. Bunların vurğusuna görə mənası dəyişmir. Bunların hamısında bütün mənalarda vurğu sondadır. Amma bir şey deyim də, bilmək lazımdır ki, bu 4 sözdə, bu 4 dənə sözü, bu bəzən sözündən bağlı əlavə məlumat deyəcəm. Uzun tələffüz eləyəndə başqa məna verir. Uzun tələffüz eləməyəndə başqa məna verir. Yəni, bunlara deyilir uzun tələffüz olunub, olunmamağına görə mənası dəyişən sözlər. Məsələn, nərə sözündə əgər mən birinci əni uzatsam, nərə. Artıq burada qışqırtı mənasını verəcək. Qışqırtı. Yəni, Koroğlunun nərəsi. Qışqırtı mənasını verəcək. Əgər əni uzatsam. Uzatmasam, yəni, nərə kimi tələffüz eləsəm, artıq burada balıq növü. Balıq var, nərə balığı. Balıq növü mənasını verəcək. Yəni, uzun tələffüz eləyəndə qışqırtı mənasını verdi, nərəsin. Uzun tələffüz eləməyəndə balıq növü mənasını verdi. Yəni, uzun tələffüz olunub olunmamağına görə mənası dəyişdi. Uzun tələffüz eləyəndə qışqırtı mənasını verdi, uzun tələffüz olunmayəndə balıq növü mənasını verdi. İkinci, dava sözü ilə bağlı məlumatı deyim. Dava sözü ilə bağlı dava sözü ilə bağlı məlumat deyim. Deməli, dava sözündə uzatsam, yəni A-nı uzun tələffüz etsəm, dava. Burada müharibə, savaş mənasını verir. Savaş. Amma uzatmasam, dava. Bu isə dərman mənasını verəcək. Bir ifadə var ya, dava dərman. Həmin, baxın, oradakı dava, yəni müharibə yox, yəni dərman mənasındadır. Dərman
mənasını verəcək. Yəni bunu da uzadanda başqa məna verdi, savaş mənası. Uzatmayanda isə dərman mənasını verdi. Sonra əyan. Əyanda əni uzatsam, əyan. Şahın əyanları. Yəni şahın vəzir vəkili də onlar nəzərdə tutulur. Vəzir vəkil. Yəni şahın əyanları, zadəganları, vəzir vəkili. Uzadanda o məna verəcək. Əyan sözünü uzatsam. Uzatmasam isə əyan. Hər şey əyan oldu. Yəni açıq-aşkar. Açıq-aşkar oldu. Uzatmayanda açıq-aşkar mənasını verir. Yəni uzun tələffüz olunub olmamağına görə mənası dəyişdi bunların da. Fikir verin, əyanda əni uzadanda başqa məna verdi, uzatmayanda başqa məna verdi. Bəzən sözündə də əni uzadanda bəzən. Deyirəm, bəzən bizə gələrdi. Bəzən, yəni ara-sıra. Ara-sıra. Uzadanda ara-sıra mənasını verdi. Amma uzatmasa bəzən. Bəzənmək mənasını verdi də, düzdür, bəzənmək. Deməli, uzun tələffüz olunub olmamağına görə bunların mənası dəyişdi. Və bu 4 sözə testdə bir qarşınıza necə çıxır? Yəni hansı söz uzun tələffüz olunub olmamağına görə mənası dəyişir? Təbii ki, bu 4 dənə söz. Uzun tələffüz olunub olmamağına görə mənası dəyişən sözlər bu 4 sözdür. Nərə, dava, əyan, bəzən. Bəzən sözü ilə bağlı bir şeydir. Bəzən sözü həm burada gördüyümüz kimi uzun tələffüz olunub olmamağına görə mənası dəyişdi. Bəzən sözünün. Həm də vurğusu dəyişməklə mənası dəyişdi. Yəni bəzən sözündə vurğu əvvələ düşsə, ara-sıra mənasını verəcək. Ara-sıra. Vurğu sona düşsə, bəzənmək mənasını verəcək. Bəzənmək. Yəni bəzən sözü həm uzun tələffüz olunub olmamağına görə mənası dəyişir, həm də vurğusu dəyişməklə mənası dəyişir. Sonra birazdan müəyyən dərs keçəndən sonra artıq testlər üzərində də işləyəcəyik. Deməli, bu sözlər dedik. Bir də dilimizdə bəzi sözlər var ki, həmin sözlərin tərkibində yəni bir sözün tərkibində 2 uzanma var. Əvvəlcə sözün uzun tələffüz olunması ilə bağlı bəzi məlumatlar deyim. Yəni sözün uzun tələffüz olunan, yəni sözün tərkibində daha doğrusu hansı sait uzun tələffüz olunub. Bunu rahatlıqla tapmaq üçün baxın qaydanı deyirəm. Həmin sözü 2-3 dəfə belə deyim, bərkdən, çox da bərkdən yox da, yəni normal, eşidiləcək səviyyədə tələffüz eləyin və tələffüz eləyərkən həmin saitlərə xüsusilə qulaq asın, fikir verin o saitlərə. Hansı saiti sanki biz saqqız kimi uzunayırsa, sanki uzadırıqsa, artıq orada uzun tələffüz olma var. Baxın, məsələn deyirəm ki, mötərizə. Fikir verin, 3-4 dəfə bunu deyirəm. Sonra qulaq asıram. Həmin dediyim sözə, öz dediyim sözümə özüm qulaq asıram. Mötərizə, 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 mötərizə. Deməli, öyünü uzadıram da burada, düzdür? Qulaq asanda fikir verirəm ki, ö saiti uzanır. Deməli, burada mötərizə sözündə ö saiti uzandığını fikir verirəm. Mötərizə də ö uzanır. Hansı saitimiz uzun tələffüz olunacaqsa, həmin saitdən sonra qoşa nöqtə qoyulur. Ö-nü uzatdığıma görə ö-dən sonra qoşa nöqtə qoyulacaq. Sonra baxın, bu bir. İkinci məsələ nədir? Təkcə sözün tərkibində əgər kəmiyyət keyfiyyət fərqi yoxdursa, təkcə sait uzanması deyilişlə yazılış arasında fərq yaratmır. Deyilişlə yazılış arasında fərq yaratmır. Baxın, təkcə sait uzanması deyilişlə yazılış arasında fərq yaratmır. Əgər sözün tərkibində kəmiyyət yaxud da keyfiyyət fərqi yoxdursa, təkcə sait uzanması deyilişlə yazılış arasında fərq yaratmır. Kəmiyyət fərqi nə idi? Say fərqi idi də, düzdür? İndi görək mötərizə sözünün yazılışının deyilişi arasında say fərqi var. Ona fikir verəyim bir dənə. Mötərizə sözünün yazılışının deyilişi arasında say fərqi var. Neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8 hərf var. Neçə səs var? 1, 2, 3, 4, 5, 6, 7, 8 də səs var.
8 hərf, 8 səs var. Say fərqi yoxdur ki, düzdür, bərabərdir də 8 hərf var, 8 səs. Say fərqi olmadığına görə, deməli, mötərizə sözünün yazılışı ilə deyiliş arasında kəmiyyət fərqi yoxdur. Bəs görək, keyfiyyət fərqi var. Keyfiyyət fərqi nə idi? Səs dəyişməsi. Hər hansı bir səs dəyişib, m yazmışam, m demişəm. Ö yazmışam, ö demişəm. T yazmışam, t demişəm. Ə yazmışam, ə demişəm. R yazmışam, r demişəm. İ yazmışam, i demişəm. Z yazmışam, z demişəm. Ə yazmışam, ə demişəm. Yəni, bütün hərflər necə yazılıbsa, eyni formada tələffüz olunub. Yəni, səs dəyişməsi də yoxdur. Deməli, onda mötərizə sözünün yazılışı ilə deyiliş arasında keyfiyyət fərqi də yoxdur. Mötərizə sözünün yazılışı ilə deyiliş arasında kəmiyyət və keyfiyyət fərqinin heç birisi yoxdur. Amma təkcə bir dənə sait uzanması var. Təkcə sait uzanması da sözün deyilişi ilə yazılışı arasında fərq yaratmır. Yəni, bizdən birdən sual versələr ki, mötərizə sözünün yazılışı ilə deyilişi arasında fərq var, təbii ki, yoxdur. Çünki kəmiyyət fərqi də yoxdur, keyfiyyət fərqi də yoxdur. Kəmiyyət, keyfiyyət fərqi yoxdursa, deməli, yazılışı ilə deyiliş arasında fərq yoxdur. Təkcə sait uzanması isə, birdən deyərlər də, ö sait axı uzanıb, təkcə sait uzanması deyilişlə yazılış arasında fərq yaratmır. Bu bir. Ümumiyyətlə, deməli, yəni sözdə sait uzanmasın bu formada tapırıq, bu bir. Və hansı sait uzadırıqsa, həmin saitdən sonra qoşan nöqtə qoyuruq. Amma həmin qoşan nöqtəni, yəni sözün deyilişində istifadə olunur. Məsələn, alim sözünün yazılışını yazıb, yazılışından mən götürüb qoşan nöqtədən istifadə eləməyim düz deyil. Sözün tələffüzündə qoşan nöqtədən istifadə olunur. Axı, tələffüzdə uzun tələffüz olunur. Uzun tələffüz olunma deyirik də, uzun tələffüz olunma. Yəni, bu tələffüzü də böyük mötərizə içərisində göstərdiyimizə görə, deməli, biz sait uzanmasını böyük mötərizə içərisində eləməliyik. Alim. Belə. Sonu adətən namə ilə, namə, yanə və ani ilə bitən sözlərdə, sonu namə, yanə və ani ilə bitən sözlərdə adətən A-lar uzun tələffüz olunur. Yəni, namədəki A uzun tələffüz olunur. Yanədəki A uzun tələffüz olunur. Yana yox, ha, yanə. A uzun tələffüz olunur. Anədəki də A uzun tələffüz olunur. Mütləq. Bunlar hər zaman yanə, namə və anədəki A-lar hər zaman uzun tələffüz olunur. Məsələn, deyirəm ki, dəvətnamə. Baxın, dəvətnamə. Düzdür. Necə tələffüz edirəm? Dəvət, ən. Baxın, sözə qulaq asıram. Dəvət, ən uzatdım. Namə, namədə də A hər zaman uzun tələffüz olunur. Dəvətnamə. Yaxud da deyirəm ki, dahiyanə, dahiyanə. Dahi, yanə. A-lar uzun tələffüz elədim. Sonra deyirəm şairanə. Şairanə. A-lar uzun tələffüz. Şair. Anə. Bu formada. Yəni fikir verirsinizsə, namə, yanə, anə uzun tələffüz olunur. Yəni onlardakı A-lar uzun tələffüz olunur. Bu bir. İkincisi, adətən belə bir qayda var ki, sonu yanə, sonu namə, yanə, anə ilə bitənlərdə adətən 2 uzanma olur. Yəni bir sözün tərkibində 2 sait uzanır. Sonu namə, yanə, ani ilə bitən sözlərdə. Məsələn, dəvətnamə sözündə sonu namə ilə bitdiyinə görə, sonu namə ilə bitib, daha doğrusu, ona görə 2 uzanma var. Dəvətnamədə ə və A saitləri uzun tələffüz olunur. Dahiyanə sözündə neçədən uzanma var? Sonu yanə ilə bitib, 2 dənə uzanma var. A-lar uzandı. Şairanə sözündə sonu ani ilə bitib, 2 saitsə uzanır. A-lar uzandı. Yəni, adətən belədir, hər zaman belədir. Sonu yanə, namə, ani ilə bitənlərdə 2 saitsə uzun tələffüz olunur adətən. Eyni zamanda sonu yanə, namə, ani ilə bitməyən və tərkibində 2 saiti uzun tələffüz olunan sözlərimiz də var, təbii ki. Məsələn, deyirəm, qanuni sözü. Qanuni sözündə 2 dənə uzanma var. Qanuni. Qanuni. Baxın, 2 uzanma var. Bu forma. Yaxud da deyirəm tabeli. Tabeli. 2 uzanma var. Tabeli, qanuni, tabeli bu sözləri. Yəni, bu tipli sözlərdə qanunu, tabeli, təvazökaranə bu sözlərdə 2 uzanma var.
Bu da bu formada. İndi biz bu günləri testimizlə bağlı bəzi məlumatlara baxacağıq. Testimizlə bağlı bəzi məlumatlara baxacağıq. Görək ki, orada nələr var, nələri səhv eləmə, nələri, yəni düzgün istifadə edə bilərik. Aha, başlayaq. İndi testlərə, yəni ki, ekranda testlər görünəcək. Görünəndə mənə xəbər eləyərsiniz. Deyim, qoyacağım. Testləri gəlsin. Aha. Yaxınlaşdıracaq, başlayacaq, testi yazacaq. Əla. Bircə dəqiqə. Video özəl çəkir müəllimlər, mikrofonu nəzarət edin müəllimlər. Saytlar deməli, saytların növləri və tələffüzü. Baxın. Birinci suala fikir verək. Hansı cəriyədəki sözlərdə uzun tələffüz olunan sayt var? Testi izah etməmişdən əvvəl bir şey deyim ki, uzun tələffüz olunan sözlər ərəb-fars mənşəli sözlərdir. Ərəb və fars mənşəli sözlərdir. Fars. Yəni, Rus-Avropa dillərindən keçən, Rus-Avropa dillərindən keçən və eyni zamanda milli sözlərimizdə uzun tələffüz olunma olmur. Yəni, saytsız uzun tələffüz olunmur. Yalnız ərəb-fars dillərindən keçən sözlərdə saytsız uzun tələffüz olunur. Bu bir. Və məsələn deyirəm, uzun tələffüz olunmanı necə tapırdıq? Sözü tələffüz edib qulaq asırdıq. Məsələn, ekran. Ekran. Heç bir saytı uzun tələffüz eləmədi. Ekipaj. Uzun tələffüz olunmadı. Eloğlu. Uzanmadı. Eniş. Uzun tələffüz olunmadı. Deməli, A olmaz. Əbədi. Uzanmadı. Əvvəl. Uzanmadı. Əqrəb. Uzanmadı. Əgər. Uzanmadı. B də olmaz. Ədavət. Baxın, fikir verin. Ədavət. 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 A-nı uzatdım. Ərazi. 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 A-nı uzatdım. Ədalı. 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 A-nı uzatdım. Əlavə. 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 A-nı uzatdım. Hamısında A saytı uzun tələffüz olundu. Bir də cavab C. Əmi qızı, əmoğlu, əməkdar, əməkdaş. Bunlarda uzanma yoxdur. Ertə, erkən, erkək, enmək. Bunlarda da uzanma yoxdur. Deməli, bir də cavab C bəndi oldu. 2-də digərlərinə baxırıq. İkinci sualda. Aha. Deyir, sözlərdən hansında uzun tələffüz olunan 2 sayt var. Yəni, bir sözün tərkibində 2 saytsa uzun tələffüz olunur. Mən bayaq izahatda dedim ki, adətən sonu namı ilə, ani ilə və yani ilə bitən sözlərdə bir sözün tərkibində 2 uzanma olur. Baxın, tərif, namə. Fikir verin, tərif, əni uzatdım, namə, anı uzatdım. Demişdim, baxın, namə, anə, yanədə A-lar uzun tələffüz olunur. Deməli ki, uzun tələffüz olunma E bəndində var. Məsələn, qiraətxana, bir dənə uzanma var, o da A-dır. Dəyanətli, bir dənə A uzanır. Afərin, bir dənə A uzanır. Leytenantda ümumiyyətlə uzanma yoxdur, çünki Rus-Avropa mənşəli sözdür. Deməli, cavabımız E bəndi. Üçüncü sualda hansı sözlərdə uzun tələffüz olunan sayt işlənmişdir? Sözü tələffüz edirik və tələffüz edərkən qulaq asırıq həmin sözə. Malik,
Malik. Malik. A-nı uzatdım. Deməli, A uzanır. Rütubət. 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 U-nu uzatdım. Rütubət. U-nu uzatdım. Masa. 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 Burada uzanma yoxdur. 3 olan getdi. Telefon. 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 Uzanma yoxdur. 4 olan da getdi. Murad. Murad. Uzanma yoxdur. 5 olan da getdi. Füzuli. 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 U-nu uzadıram. Təbii. Təbii. Burada da i-ni uzadıram. i-nin biri düşür, biri uzun tələffüz olunur. Demək, cavabımız B bəndi. Bu formada tapacaq. Yəni, uzun tələffüz olunma ilə bağlı olan dərsimiz budur. Keçən sonraki izahlara qoşa sait. Deməli, qoşa saitli sözlər. Qoşa saitli qoşa saitli dəqiqə. Qoşa saitli sözlər. Qoşa saitli sözlər. Deməli, qoşa saitli sözlər. Yəni, nə deməkdir? Anlayışı başa düşək əvvəlcə. Əgər sözün tərkibində qoşa nə deməkdir? Yəni, qoşa digər mənasından, yəni 2 dənə də 2. Düzdür? Əgər sözün tərkibində 2 sait varsa, ona deyəcək qoşa sait. Baxın, yəni sözün tərkibində məsələn 2 dənə AA varsa, 2 dənə sait vardır, 2 dənə sait var. Deyəcək qoşa sait. Ə varsa, 2 dənə qoşa sait deyəcək. Sonra, yaxud da II varsa, deyəcək qoşa sait. Yaxud da AI varsa, deyəcək qoşa sait. Əi varsa, deyəcək qoşa sait. Düzdür? Yaxud da İə varsa, deyəcək qoşa sait. Yəni, sözün tərkibində 2 sait varsa, buna deyəcək qoşa sait. İndi bu qoşa saitli sözlər 2 qrupa bölünür. Eyni cinsli qoşa saitli sözlər. Eyni cinsli. Bir də müxtəlif cinsli qoşa saitli sözlər. Müxtəlif cinsli qoşa saitli sözlər. Eyni cinsli qoşa saitli söz var, bir də müxtəlif cinsli qoşa saitli söz var. Əgər sözün tərkibində 2 dənə eyni sait gələrsə, bunlara deyəcək eyni cinslidir. Məsələn, 2 dənə AA gəlib də, düzdür? Sözün tərkibində. Məsələn, deyirəm, maarif sözü. Maarif sözünün tərkibində 2 dənə AA, eyni sait yanaşı gəlib. 2 dənə eyni sait yanaşı gəlirsə, bunlara deyirlər eyni cinsli qoşa sait. Yaxud da deyirəm, mətbə sözünə. 2 dənə eyni sait yanaşı gəlib də, bunlar deyirlər eyni cinsli qoşa sait. Yaxud da deyirəm, təbii sözündə 2 dənə i yanaşı gəlib, bu eyni cinsli qoşa sait. Yəni, sözün tərkibində 2 dənə eyni sait yanaşı gəlirsə, bunlara deyirlər eyni cinsli qoşa sait. Sözün tərkibində 2 dənə müxtəlif saitlər yanaşı gəlirsə, məsələn, deyirəm, ailə. Baxın, ai. Bunlara deyirlər, 2 dənə, yəni başqa-başqa sait yanaşı gəlirsə, ikisi də saitdir, amma başqa-başqa saitlərdir də. Məsələn, ailə sözündə A-na i yanaşı gəldi. Ayrı-ayrı saitlər yanaşı gəldi. Bunları ayrı sözün tərkibində 2 dənə başqa-başqa sait yanaşı gəlirsə, bunları deyirlər müxtəlif cinsli qoşa sait. Yaxud da deyirəm, zəif. 2 dənə ayrı-ayrı sait yanaşı gəlirsə, ayrı-ayrı sait yanaşı gəlirsə, əi. Onları deyirlər müxtəlif cinsli. Yaxud da deyirəm, təbiət. Baxın, 2 dənə ayrı-ayrı sait yanaşı gəldi. Müxtəlif cinsli. Deməli, sözün tərkibində eyni sait yanaşı gəlirsə, eyni cinsli, başqa-başqa saitlər yanaşı gəlirsə, onları deyirlər müxtəlif cinsli qoşa saitlər. İndi eyni cinsli qoşa saitdən bağlı, bir qaydamız var. Nədir o da? Yəni, sözün tərkibində eyni cinsli qoşa sait ya sözün ortasında gəlir, ya da sonunda gəlir. Sözün əvvəli eyni cinsli qoşa saitdən başlaya bilməz heç vaxt. Azərbaycan dilində eyni cinsli qoşa saitdən başlayan söz yoxdur. Yəni, AA-la, ə-lə, i-ilə, e-ilə, yəni eyni cinsli qoşa saitdən başlayan söz yoxdur. Eyni cinsli qoşa sait ya sözün ortasında gəlir, məsələn, maarif sözündə, baxın, sözün ortasında gəlir. Ya da sözün sonunda gəlir, mətbə sözü, təbii sözündə, sözün sonunda gəlir. Bu formada. Bəs necə tələffüz olunur eyni cinsli qoşa sait? Eyni cinsli qoşa saitlərdə
qoşa sahitlərdən biri düşür, o birisi uzun tələffüz olunur. Məsələn, AA-da A-nın biri düşəcək, digəri uzun tələffüz olunacaq. Ə-də Ə-nin biri düşəcək, digəri uzun tələffüz olunacaq. İ-də İ-nin biri düşəcək, digəri uzun tələffüz olunacaq. Məsələn, maarif sözünə fikir verək. Maarif sözündə A-nın biri düşəcək, digəri uzun tələffüz olunacaq. Mətbə sözündə Ə-nin biri düşəcək, mətbə, digəri uzun tələffüz olunacaq. Təbii sözündə İ-nin biri düşəcək, digəri uzun tələffüz olunacaq. Yəni, eyni cinsli qoşa sahit hansı sözün tərkibində gördünüz? Bilin ki, həmin o sahitlərdən biri tələffüzdə düşür, digəri uzun tələffüz olunur. Bu formada. İndi gəldik müxtəlif cinsli qoşa sahitlərə. Müxtəlif cinsli qoşa sahitlərdə, əgər sözün tərkibində A-i, İ-a, Ə-i, İ-ə, U-i, İ-u, sonra İ-o, İ-o, A-ü varsa, əgər hər hansı bir sözün tərkibində A-i, İ-a, Ə-i, İ-ə, U-i, İ-u, İ-o, A-ü müxtəlif cinsli qoşa sahitləri varsa, bilin ki, tələffüzdə olanın arasına Y samiti əlavə olunacaq. Məsələn, A-ilə. A-i var? Var. A-ilə. Baxın. A-la İ-nin arasına tələffüzdə nə daxil oldu? Y samiti. Yaxud da İyaşə. İ-ilə A var? Var. İyaşə. İ-ilə A-nın arasına nə daxil oldu? Y. Yaxud da zəif. Ə-lə İ-nin arasına nə daxil oldu? Zəif. Təbiət. Təbiət. İ-ilə Ə-nin arasına nə daxil oldu? Y. Təbiət. Sonra, baxın, fikir verin. Hansı sözün tərkibində A-i, İ-a, Ə-i, İ-ə varsa, tələffüzdə A-i həmin o qoşa sahitlərin arasına nə artırıldı? Y samiti əlavə olundu. Yaxud da, məsələn, deyirəm, mikrofonun zəhmət olmasa nəzarət edin. Yaxud da deyirəm, məsələn, alüminium. Baxın, İ-u arasına nə artırılacaq tələffüzdə? Y artırılacaq. Alüminium olacaq. Y artırılacaq. Bunların hamısı, hansı sözün tərkibində bunları görür, bilin ki, arasında Y samiti əlavə olunacaq. Bu birinci qayda. İkinci qayda, məsələn, Ü-a. Ü, hansı sözün tərkibində? Ü-a, Ü-ə. Sonra Ə-a, E-a, E-o, E-ə varsa, bu tiplilər varsa, necə yazılacaqsa elə də deyiləcək. Əvvəl fərqli idi deyə bunları xüsusinə ona görə yazdım. Əvvəldə bunlar, məsələn, birincilər düşürdü, birinci sahitlər düşürdü, ikincilər uzun tələffüz olunurdu. Amma yaxud da İA, İə kimi tələffüz olunurdu. Amma indi necə yazılacaqlarsa elə də eləcək. Nə demək istəyirəm? Məsələn, indi müalicə yazılır, müalicə. Bundan əvvəl müalicə deyilirdi. Amma indi elə deyil. Müalicə yazılır Ü-anın. Elə müalicə də deyilir. Müalicə də deyilir. Yaxud da yaxud da müəllim yazılır. Müəllim. Əvvəl müəllim deyilirdi. İndi elə müəllim yazılır. Müəllim də deyilir. Müəllim. Yaxud da, məsələn, səadət yazılır. Səadət. Əvvəl saadət deyilirdi. Amma elə indi səadət yazılır, elə səadət də deyilir. Yəni, necə yazılır, elə deyilir. Yaxud da, teatr yazılır. Əvvəl teatr deyilirdi. Amma indi teatr yazılır, elə teatr da deyilir. Sonra, məsələn, teorem yazılır. Teorem. Əvvəl teorem deyilirdi. Amma indi elə teorem yazılır. Teorem də deyilir. Yaxud da digərini deyim. Məsələn, maneə yazılır. Maneə.
Əvvəl maneə yazılırdı, maneə deyilirdi. Amma indi necə yazılırsa elə də deyiləcək. Maneə yazılır, elə maneə də deyilir. Yəni bu sözləri, yəni daha doğrusu, hansı sözün tərkibində ÜA, Üə, EA, EA, EO və Eə müxtəlif cizili qoşu sahitləri varsa, bunlar necə yazılacaqlarsa, o formada da tələffüz olunacaqlar. Daha sonra bir də dilimizdə bəzi qohumluq mənşəli bildirən sözlər var. Qohumluq bildirən sözlər var. Məsələn, əmi, oğlu, dayı, oğlu, bacı, oğlu, bibi, oğlu, Əli, ağa, Əli, açıq. Bu sözlərdə tərkibində müxtəlif cinsli qoşa sahitlər olsalar da, biri düşsə də o birisi uzun tələffüz olunmur. Yəni bu sözlər, yəni dedim, bax, əmi oğulda i-o, müxtəlif cinsli qoşa sahit var. Dayı oğulda i-o, bacı oğulda i-o, bibi oğulda i-o, Əli ağada i-a. Əli açıqda i-a. Yəni bu sözlərin tərkibində müxtəlif cizili qoşu sahitlər olsalar da, bunlarda birinci qoşu sahitlərdən birincisi düşsə də ikincisi uzun tələffüz olunmur. Yəni belə tələffüz olunur. Əm oğlu. İ düşdü, amma o uzun tələffüz olunmadı. Yaxud da day oğlu. Day oğlu. Sonra yaxud da bac oğlu. Bac oğlu. Sonra yaxud da bib oğlu da bib oğlu. Yəni i düşür, o uzanmır yəni. Bib oğlu. Əli ağada əl ağa. Baxın, i düşdü, a uzanmadı. Əl ağa. Sonra əli açıqda əl açıq. i düşdü, a uzanmadı. Bu formada tələffüz olunur. Bu sözlər istisna sözlərdir. Bunları əzbərləməyimiz daha yerinə düşür. Yəni birincilər düşsə də ikincisi uzun tələffüz olunmur bu sözlərdə. Daha sonra isə mən digər bir məlumatı deyim. Bəzi sözlərimiz var ki, elə billik arasında y samiti əlavə olunub tələffüzdə, amma y samiti artırılmır. Elə onlar necə yazılırlarsa, elə də tələffüz olunurlar. Həmin sözlər, baxın, şücaət, birincisi, şücaət, şücaət. Şücaət. İkincisi, qənaət. Qənaət. Üçüncüsü, itaət. İtaət. Sonra dördüncüsü, qiraət. Deməli necə? Qiraət. Baxın, bu sözlərdə birinci, elə bilik bunların arasında y samiti əlavə olunur. Amma qətiyyən y samiti əlavə olunmur. Niyə əlavə olunmur? Yəni, elə bunların yazışı belədir. Necə yazılırsa, elə o formada deyilir. Bunların tələffüzünü yazım. Şücaət. Sonra İkincisi, qənaət. Qənaət. Sonra itaət. Qiraət. Sonra əlavə elim. Riyaət. Riyaət. Deməli, şücaət, qənaət, itaət, qiraət, riayət, bir də bəraət sözü. Bəraət sözü, burada da bəraət. Bunlar necə yazılırlarsa, o formada da tələffüz olunurlar. Bunların yazışlarının deyilişlər arasında heç bir fərq yoxdur.
Deməli, müxtəlif cinsli qoşu sahiblərimizlə bağlı da məlumatımız bundan ibarətdir. İndi əlavə qeydlərimiz də olacaq təbii ki, bəzi məlumatları qeyd